Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Salam əziz izləyicilərim, xoş gördük sizləri. Həyatın keşməkeşində, qayğısında bir içim xoşbəxtlikdir ədəbiyyat. Bunu dərk edən, bunu duyan bilər. Yalnız təsadüfən bu müqəddəs dünyaya qədəm qoyan insanlar da az olmadı. Düşünürəm, o insanları ədəbi aləmdən çəkib çıxarmaq çətin olacaq. Əsl poeziya nümunələri, əsl ədəbi fəaliyyət, söz dünyası özü-özlüyündə bütün adlardan azad olacaq. Oxucuların dilində əzbər olub, kitab-kitab diyarlar gəzəcək. Söz elə bir sehirdir ki, o kainatı idarə edə bilər. Ədəbiyyat sərhəd, zaman, yaş həddi, qocalıq, cavanlıq, körpəlik bilmir. Ədəbiyyat yaxşı mənada xəstəlikdir və ona yoluxan heç bir insan bu sehirdən canını qutara bilməyib. Bugün də çalışdığımız qədər ədəbiyyatdan bəhs edəcəyik. İkili portret. İkili portret rubrikamızda Vaqif Səmədoğlu və Rainer Maria Rilke anılacaq. Vaqif Səmədoğlu, sən uzaq yaşıl ada. Ürəyim yol çəkir, bir gözə dönüb. Yollar da tərs kimi uzanır, gülüm. Yuxumdan hər gecə durnalar keçir, bilmirəm nə olub, haradan bilim. Belə getsə sınar quşların səsi, dənizin də səsi günbəgün batar. Yubanma əzizim, gəl qurtar məni, arxadan dərd çapır, qorxuram çata. Halıma yanan gərək, səsin düşəndə yada, ötən günləri qoru, yaxşı bax, vermə bada. Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada. Tez ol, xəbər ver görüm, necəsən, gözlərin necədir, yerişin necə? Yaman darıxmışam mən səndən ötürü, barı bir soraq ver. Özün gəlincə, yerini bilmirəm, bilsəm gələrəm, könlünü alaram, sevərəm yenə. Xəzərin köksündən qalxan dumana qara şanı büküb gətirirəm sənə. Halıma yanan gərək səsin düşəndə yada. Ötən günləri qoru, yaxşı bax, vermə bada. Ayrılıq bir dəniz imiş, sən uzaq, yaşıl ada. Allah nə var, nə yox, məndən nə xəbər. Gecələri özüm sayaram, üzümə açılacaq neçə səhər var. Bəyənəcəksənmi məni, bəndəni hansı gözlə görəcəksən? Allah, özüm gəlim, ya kimisə göndərəcəksən? İlahi, yatağın nə sağında, nə solunda, nə bir gözəlin qolunda yatmaq istəmirəm. İlahi, nə söyüd kölgəsində, nə dünyanın ən azad ölkəsində yatmaq istəmirəm. İlahi, dar quyu dibində, qaranlıq nəm içində, işıqlı qəm içində, ağrısız biraz yatmaq istəyirəm. Rainer Maria Rilke. Ümidsiz xəstələr. Ümidsiz xəstələr bilir belə gecələrdə haçansa var idik biz və davam edirlər. Xəstələr arasında sadə, xoş düşüncəyə dalmağa, qopan nöqtəyə qədər geridə qoyduqları oğullardan ən cavanı gəzməkdədir bəlkə də ən tənha küçələrində, çünki xüsusən belə gecələrdə ona elə gəlir ki, ilk dəfə düşünür. Uzun müddət dumanlı qalıb hər şey başının üstündə, amma indi pərdələr çəkiləcək hər şeyin üstündən. Ümidsiz xəstələr bilir belə gecələrdə haçansa var idik biz. Ayrılıq. Necə duydum dərindən ayrılıq nə deməkdir? İndi də yadımdadır.
göz işləməz qaranlıq. Zalımlıq və qəddar nəsə göstərərək bir anlıq əsr gözəl olanı sonra çəkib məhv edir. Necə müdafiəsiz baxırdım dayanıb mən, o məni çağırsa da get elə bir deyirdi. Bir dalğa ki önəmli deyildi artıq mənə, çətinliklə sezilən əl eləmə, çətin ki deyə bilən nə isə, alça ağacı bəlkə, indi ququ uçdu, başımdan tələsərək. Necə duydum dərindən ayrılıq nə deməkdir, indi də yadımdadır. Göz işləməz qaranlıq. Yazıcı Anar deyir ki, məncə Vaqif Səmədoğlunun ən parlaq özəlliyi, ən böyük uğuru heç kəsin demədiyini, heç kəsin ağlına gəlməyən şəkildə deməsindədir. Bu poeziya bizə bildiyimizi bir daha izah etməyə çalışmır. Bizi hər şeyə tamam başqa bucaqdan baxmağa çağırır. Rainer Maria Rilkenin şeirlərindəki mistik və fəlsəfi yanaşmalar insanın daxili aləmi və mövcudluq haqqında sualları Vaqif Səmədoğlunun şeirlərindəki mövzularla paralellik təşkil edir. Hər iki şair həyatın mənasını və insanın mənəvi dünyasını kəşf etməyə çalışır. Və bu da hər iki şairi o gözə görünməz olanları ölümsüz, əvəzsiz və unudulmaz edir. Yüreğim yol çekip bir göze dönüp, yollarda ters kimi uzanır gülüm. Yuxumdan hər gecə durnalar keçir, bilmirəm nə olur aradan bir. Belə getsə sınav quşların səsi, dənizində səsi günbəgün batır. Yubanma əzizim, gəl qurtar mən, arxadan dərd çapır, qorxuram çatar. Halıma yanan gərək, səsin düşəndə yada, ötən günləri qoru, yaxşı bax vermə bada. Ayrılıq bir dənizmiş, sən uzaq yaşamadın. 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 Tez ol xəbər yolla, görüm necəsən, gözlərin necədir, yerişin necə. Yaman darıxmışam mən səndən ötür, bari bir soraq özün gəlincə. Yerini bilmirəm, bilsəm gələrəm, könlünü alaram, sevərəm gələrəm. Xəzərin köksündən qalxan dumanı, qaraşanı büküb gətirəm sənə. Halıma yanman gərək, səsin düşəndə yada, ötən günləri qoru, yaxşı bax vermə bada. Ayrılıq bir dənizmiş, sən uzaq yaşamadın. Ayrılıq bir dənizmiş, sən uzaq yaşamadın. Ayrılıq bir dənizmiş, sən uzaq yaşamadın. Ayrılıq bir dənizmiş, sən uzaq yaşamadın.
halıma yanman gərək, səsin düşəndə yada, ötən günlər qoru, yaxşı bax vermə bada. Ayrılıq birdənsinmiş, sən uzaq yaşadın. 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 Sən uzaq yaşadın. Sən uzaq yaşadın. Yazı masası. Yazı masası rubrikamızın qonağı Sumqayıt Dövlət Universitetinin baş müəllimi, Mükəmməllik Mərkəzinin direktoru, şərqşünas yazıcı Əli Rzazadədir. Xoş gəlmisiniz Əli müəllim. Təşəkkür edirəm. Yazı masası rubrikasının ənənəvi bir sualı var. Sizin hal-hazırda yazı masanızda nə var? Nə üzərində işləyirsiniz? İlk növbədə mən sizə öz minnətdarlığımı bildirirəm. Çox gözəl layihədir. Sualınıza gəlincə isə hal-hazırda şərq ədəbiyyatı ilə bağlı bir tərcümə üzərində işləyirəm. Məlumdur ki, Azərbaycanın mənəvi dəyərləri şərq üslubludur və bizim mənəvi dəyərlərimizin anayasası şərq ədəbiyyat üzərində qurulub. Nizami Gəncəvi yaradıcılığı, Nəsimi yaradıcılığı, Füzuli yaradıcılığı. Hal-hazırda şərq ədəbiyyatı ilə bağlı bir kitab üzərində işləyirəm. Məqsədimiz də Azərbaycan klassik ədəbiyyatını müasir şərq dünyasına tanıtdırmaqdır. Nə gözəl. Məlumdur ki, Azərbaycan dahi şairi Nizami Gəncəvini şərq dünyası tanıyır. Yəni onun əsərlərini oxuyurlar. Amma müasirlik bu o deməkdir ki, artıq şərq müasirləri Nizami dilini, Nəsimi dilini unudurlar. Çünki müasir dillə klassik dil fərqlidir. Bizim də məqsədimiz ondan ibarətdir ki, Nizamini, Nəsimini, Füzulini, nəzmini nəsr formasında müasir şəkildə dünyaya tanıtdırmaqdır. Çox gözəl bir təşəbbüsdür. Bizim öz klassiklərimizi dünyaya tanıtmağımız o deməkdir ki, biz həm köklü xalqıq, həm bizim köklü bir vətənimiz var, Azərbaycan qədim xalqdır. Çünki biz bilirik ki, hər hansı bir xalqın qədimliyini təkcə onun tarixi hadisələri deyil, onun ədəbiyyatı da sübut eləyir. Əlməm, təbliğat demişkən, bax, indi ədəbiyyat sənayesi daha çox inkişaf eləyib. Bizim təbliğatımız üçün, Azərbaycan ədəbiyyatının təbliğatı üçün, Azərbaycan ədəbiyyatının tarixinin unudulmamağı üçün nə kimi işlər görmək olar bu yeniliklərin içində? Təkcə kitab yazmaqla bitmir. Çünki bizim gənclərimiz bilirik ki, ən çox sosial şəbəkələrdə olurlar, internet vasitəsilə öyrənmək istəyirlər, süni zəkalar vasitəsilə nəyisə öyrənmək istəyirlər. Heç düşünmüsünüzmü bu barədə bir pedaqoq kimi, bir yazıcı kimi, məsələn, bu dediyiniz inciləri, bayaq dediniz Nəsimi, Füzuli, Nizami, bu inciləri internet vasitəsilə gənclərə çatdırmaq kimi. Məsələn, belə bir təşəbbüs olurmu? Pedaqoji fəaliyyətinizdən bax bunu deyə bilərsiniz. Asiyə xanım, sizə məlumdur ki, biz mükəmməllik mərkəzi olaraq gənclərlə işləyirik və mən həmişə seminarlarımızda gənclərə belə bir tövsiyə verirəm ki, biz təbii ki, öz dəyərlərimizi öyrənəcəyik, öz tariximizi öyrənəcəyik. Çünki artıq dərsliklər bunu tələb eləyir, tələbə bunu dərslikdə oxuyur. Amma biz bunu necə təbliğ eləyək? Mən həmişə tələbələrə deyirəm ki, tövsiyə verirəm ki, çalışın xarici dilləri mütləq öyrənin. Bugün xarici dili bilməyən insan, mən belə bir müqayisə həmişə eləyirəm, kreativ bir müqayisədir. Deyirəm ki, xarici dili bilməyən, hər hansı bir dili bilməyən insan bugün internetə qoşulmamış kompüter kimidir. Bir var internetə qoşulan bir kompüter olar, biz giririk, dünyanı görürük onun içində. Bir var sadəcə onun bir dəstgah kimi istifadə edirik, halbuki ondan dünyaya çıxış yoxdur. Tələbələrimiz, gənclərimiz mütləq xarici dili öyrənməlidir, ən az ingilis dilini öyrənməlidirlər ki, biz öz dəyərlərimizi dünyaya tanıda bilək. Yəni o bir vasitədir. Təbii ki, biz ana dilimizin saflığını qorunmalıyıq, ana dilimizi bilməliyik, amma bununla yanaşı təbliğat üçün müasir dünyada bilirik ki, süni zəka burada inkişaf eləyib, texnologiya inkişaf eləyib, artıq elə bir dövrdəyik
dövrüdür ki, qəribə bir dövrdür. Yəni mütləq lazımdır ki, məsələn biz dünyaya çıxış eləyək. Biz də öz dəyərlərimizi bu şəkildə təbliğ eləməliyik və sosial şəbəkə bizim əlimizdə çox gözəl bir resursdur. O dövrdə klassik şairlərimizin dövründə, məsələn Nəsiminin bir şeirini Hələbdə deyək son dövrlərində yazırdısa, oxuyurdusa, o dünyanın başqa ölkələrinə çatdırmaq üçün illər lazım idi. Amma bu gün biz sosial şəbəkədə hər hansı bir məlumatı paylaşırıq, dünyanın müxtəlif ölkələrində izləyicilər onu oxuyurlar. Böyük imkandır biz dəyərlərimizi çatdırmaq üçün. Əgər düzgün istifadə etsələr əlbəttə. Təbii ki. Ümumiyyətlə bütün texnoloji inkişaf insanların faydalanması üçündür. Yaranmış. Məsələn mətbəx bıçağı kimidir. Yəni biz ondan başqa bir vasitə kimi istifadə edə bilərik, meyvə də doğraya bilərik. Əsil pedaqoji yanaşmadır. Bəli. Çox sağ olun dolğun cavaba görə və biz 44 günlük Qarabağ müharibəsini keçdik, zəfər günlərini yaşadıq və hər bir yazıcı kimi bilirəm ki, yaradıcılığınızdan bu mövzu keçdi və mən istədim bu barədə danışaq. Bir yazıcı kimi özümə bir mənəvi borc bildim. 44 günlük müharibədə iştirak edilmiş şəhidlərimiz haqqında bir kitab yazdım, roman yazdım. Bizim şəhid qəhrəman Teymur Abbasovun həyat hekayəsi və onun müharibədə bir komandir kimi, bir sərkərdə kimi gənc əsgərlərə elədiyi o fədakarlıq və onun nəticəsində öz canını qurban verməsi, həm əsgərlər yolunda, həm vətən yolunda 40 yaşlı bir leytenantın həyatı ilə bağlı Cənab Leytenant adlı bir roman üzərində işlədim. Və az da olsa, cüzi də olsa düşünürəm ki, nəsə bir şey etmiş olduq və o kitabın təqdimatı da keçirildi, oxuculara biz təqdim elədik. Əli müəllim, siz ədəbdən söhbət etdiniz. Ədəbiyyat sözünün kökündə ədəb var. Mən sizin yaradıcılığınızla çox yaxından tanışam və sizin kitablarınızı oxumuşam, əsərlərinizi oxumuşam. Həmişə bunu demişəm. Mən elə gəlir bir dəfə də kitab təqdimatınızda bunu demişəm ki, sizin əsərlərinizdə əsl ədəb var və biz yeniyetmələri, şagirdləri, tələbələri deyə bilərik ki, bax Əli Rzazadənin kitablarını oxuyun. Onlar bir şəxsiyyət kimi formalaşarlar və həmişə də həyatda böyüyün, kiçiyin yerini bilərlər, ədəbli olarlar. Bu cür yazıçıların mən elə gəlir ki, Azərbaycan ədəbiyyatında qədri bilinməlidir. Yəni yazıcı olmaq eyni zamanda cəmiyyətə yaxşılıq aşılamaq, ədəbi aşılamaq deməkdir. Və sizin bir romanınız var, Sonsuz. Bilirəm ki, real hadisələrlə bağlı yazılıb. Təbii ki, mən çalışıram yazdığım hər hansı bir əsəri real həyatla uyğunlaşdırım. Romanın adını da o zaman bu insanın həm həyatının o sonsuz kimi, yəni insanlar tanıyırdı, övladsız kimi tanıyırdı. Halbuki o aydın oldu ki, onun övladları var uzaq ölkədə. Həm o mənada mən sonsuz olaraq qoydum, həm də ki bu sonsuz sevgi, müxtəlif mənaları vardır. Digər əsərlərimdə də olan o qəhrəmanlarla demək olar hamısında mənim əlaqəm var. Sadəcə bir əsərim ərəb dilindədir, Xocalıya ədalət əsəri. Mənim xatirimdədir, biz ərəb ölkələrinin birində ezamiyyətdə olanda yerli xalqın elm adamları ilə, ziyalıları ilə danışırdıq hərəmiz öz ölkəmiz haqqında. Mən də Azərbaycan haqqında danışdım, problemlərimiz haqqında, Qarabağ problemləri haqqında, torpağımızın 20% işğal altında olması haqqında danışdığımda onlar gördüm məlumatsızdılar. Özüm də şərqşünas olduğum üçün, ərəb dili mütəxəssisi olduğum üçün bu kitabı yazdım, Xocalı hadisələrini yazdım və 1905-ci il hadisələrindən başladım ta ki 92-ci il fevral ayının 26-sında baş verən o faciə haqqında yazdım və ərəb dilinə çevirdim. Heydər Əliyev Fonduna mən xüsusi təşəkkürümü bildirirəm və Bakıda təqdimatı keçirildi. Düşünürəm ki, ən uğurlu əsərim, mənəvi tərəfdən mənə rahatlıq verən Əl-Ədalət li Xocalı əsəridir. Yəni Xocalıya ədalət əsəridir. Çox gözəl cümlə. Əsl ədəbiyyat vətəninə, torpağına qulluq etməkdir. Çox sağ olun Əli müəllim bu gözəl söhbətə görə. Mən sizə təşəkkür edirəm. Həm pedaqoji fəaliyyətinizdə, həm də yaradıcılığınızda sizə uğurlar arzulayıram. Sağ olun Əsir xanım. Mən də sizə təşəkkür edirəm. Yazı masası. Bir şənbə söhbətləri verilişinin də belə sonuna gəldik. Bugün də ədəbi aləmdən bir inci dərə bildik. Verilişi sizin üçün hazırladılar. Mən Aysel Fikrət, rejissor Anar Məmmədov, səs operatoru Reyhanə Mirzəyeva.